Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasındakı çıxışında Azərbaycanda Zəngəzur dəhlizi ifadəsinin gündəmdən çıxarılmalı olduğunu bildirib. Qlobal Infos xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə Paşinyan düşünür ki, həmin yol Tramp dəhlizi adlanmalıdır. Stat: Halbuki Paşinyan bir neçə həftə əvvəl Azərbaycanın layihəni Zəngəzur dəhlizi adlandırmasını belə əsaslandırmışdı. Zəngəzur dəhlizi Azərbaycanda çox populyardır və orada hansısa infrastruktur, o cümlədən Tramp marşrutuna qoşulacaq layihə belə adlandırıla bilər. Statın sonu. Paşinyana təsir edən odur ki, beynəlxalq aləmdə də Zəngəzur dəhlizi ifadəsi populyardır. Bir qism hallarda xarici mediadakı məqalələrdə də bu addan istifadə olunur. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.